Bu səhifədə sizə 4 dostdan söz açacağım. Talih ilə Qəzənfərin və Ruslanla Rəşidin dostluğundan. Talih və Qəzənfər hər ikisi Ziyatlı kəndində dünyaya göz açıblar. Nəsimi adına kənd məktəbində oxuyublar. Hərbi xidmətdən qayıdıb, hər ikisi kənddə bərbər işləyiblər. Ailələri də tərkibcə bir-birinə oxşar olub. Lakin sonra yollar ayrılıb. Qəzənfər orduya qayıdıb, müddətdən artıq xidmət edib. Talih isə bərbərliyi davam etdirib. Lakin hər ikisi müharibə başlayandan döyüşə atılıb. Hər ikisi şəhid olub. Hər ikisi Ziyatlı kənd qəbristanlığında əbədi məskən salıblar. Fərqləri isə onda olub ki, Qəzənfər evli idi, bir oğlu var, Raul. Talih isə subay idi. Anaları isə bu evlatlarının ölümünə hələ də inanmırlar. Nə vaxtsa, hardansa onların çıxıb gələcəyini gözləyirlər. Gələcək. Nədən deyirəm ki, güdürdə bilmirəm Qəzənfər həsrətinə. Bir gəl dana, gəl çıxsın. Doğrudan da elə bilirəm ki, belə şey eləyə bilmirəm. Gedirəm qəbristanlıqda bir başa baxıram. Deyirəm ki, mən balam gələcək Qəzənfər arası gedir. Fərdət özü görəndə bilir ki, şəhid olubdur da. Deyir, yalvarırlar ki, getmə yenə də. Qoy mama da qoy rahat olsun. Gəlibsən qal yenə. Deyir, yox, mən qala bilmərəm. Mən Allah elə yerdə mükafatlandırıbdır ki, mən Allahın naxiləti çıxarmaram. Amma bu nəvəm olanda, sahibin oğlu olandan sonra həmin gecəsi yuxuda gördü şeyi, Saidət Qəzənfəri. Ki, ay Qəzənfər, bu nə yaxşı gəlibsən? Deyir, mən ta həmişəlik gəldim. Sonra da qızım yenə görübdür, yenə deyir ki, mən ta həmişəlik gəldim, getməyəcəm. Ruslanla Rəşidin də həyat tarixçəsi çox qısadır. Eyni ildə, eyni ayda doğulan bu uşaqlar doğulduqları institut qəsəbə məktəbində oxuyublar. Məktəbi bitirib hərbi xidmətə yollanıblar. Elə oradan da cəbhəyə. İndi onların qoşa şəkli lap bu yaxınlaracan oxuduqları məktəbin divarını bəzəyir. Sanki heç məktəbdən ayrılmayıblar. Bir paltarları dəyişib, bir də statusları. Məktəbli formasını çıxardıb, əskər forması geyiblər. Şagird idilər, şəhid olublar. Mən bu igidlərin adlarına bir də Xınalı Quzular səhifəsində qayıdacağım. Deyirəm ki, ən əziz adamının itkisi belə hərəyə bir cür təsiridir. Oğul dərdi Ruslanın anasının dilini qurudub. Amma Rəşidin anasını şair eləyib. Sizin ürəyinizin kəsmək etmişəm o ürəyi, bax bu ürək var ya qadına. Bunu gətirdi əskərliyə yanına gedəndə bir zulümlə video çəkdi anasından. Hə, bir video, bir zulümlə getdi, görüş vermirdilər. Bunu getdi mənə verdi. Dedim qadına, bunu mən kimə aparıb verib, kimin ürəyidir. Dedi heç kimi yox, amma sənin ürəyindir. Əşyalar gələndik, baxıram ki, o içində. Deyirəm, yoldaşıma deyirəm, qoy bunu da asaq. Əlimə verdi yanına gedəndə. Dedəm, bunu apar sanla. Nə bilərdik, belə olur şu an. Nə bilərdik, Allah'a qurban olur. Deyirəm, özünə şeir yazmışam, deyirəm. Rəşidin anasının adından yazdığı şeiri siz oxumaq istəyirəm. Zirvələrin zirvəsində durmusan, ürəklərdə əbədi taxt qurmusan, öz vətənin keşiyində durmusan, torpaqları al qanınla almısan, şəhid balam, igid balam, ər balam. Sən adını tarixlərə yazmısan, düşmənə sən ağır zərbə vurmusan, biləyinlə dəmir yumruq vurmusan, mənfurlardan qısasını almısan, şəhid balam, igid balam, ər balam. Füzulidə, Xocavənddə olmusan, 30 illik həsrətə son qoymusan, düşməni sən iti qovan tək qoymusan, biz səninlə, vətən sənlə fəxr edir, şəhid balam, igid balam, ər balam. Şəhid ailələri ilə söhbət edərkən eşidirdik ki, bu gənclərin çoxu ya özlərinə şəhidlik arzularmışlar, ya da şəhid olacaqlarını qabaqcadan bilirmişlər. Bəzilərinin analarının yuxusuna giribmiş balalarının şəhid olduğu. Qəzənfərin anası Zəminə xanım
Emilin anası Şəlalə xanım yuxuda övladlarının mələklərin yaxud imamların əhatəsində görüblərmiş. Ağaməddin anası Zivər xanımsa dedi ki, oğlunun xəbərini atası hiss edibmiş. Gecə gəldilər ki, 3 günlük nəmi zat var, təlim var. Təlim adından getdi. Getdi qazağa düşdü. Komandirlə nəmsi şəhid olduğuna görə danışdıq ki, qoy aparmasınlar, müharibəyə getməsin. Gecə saat 2-3 radiyası olardı. Zək gəldi ki, komandir ki, oğlumu saxlayamıram. Gəncə ayın 4-ünde atanda könüllü oradan getmişdi. Ama bizə demədi, bizə dedi, mən zatdayım, çocuk mərzanadayım. Bir değişdik. Ama zəng elədi, mənlə danışdı. Bunu Mayaman tapşırdı ki, ayma Zeynab buraxmayın, Zeynab'ın həmişə yanında olur. Zeynab gedib Zdaniyada yaşasa da, ama ürəyim orada da Allah haqqı dözə bilmirəm. Yaxşı ki, işe girdim, işləyirəm. Özünüz cəzansınız, Yaxşı ki, getdim mən. Bunlar kötən günüm elə bil Allah mənim ölümdən qutardı. Məni işə çağırdılar. Bəlkə də evdə qalsam, mən infarkt keçirdim. Uşaqların xətrinə, bir yerdə qalar xətrinə yaşamaq lazımdır. Baxmayın, hər həftə buradayım. Yəni ki, uşaq görsün, yoldaşım burada. Getdim. Sən demə, ayın 13 günü bu şəhid olub. Neytralda qalıb ermənilərin içində. Gecə onun yaman göyərçinləri var idi. Çox. Gecə elə bir hiss elədik ki, nəsə göyərçinlər nəsə olub. Yürüdük, getdik, sabağa yaxın altı idi. Açdıq ki, bir dənə göyərçin qalmayıb. Hamısını bir pişik girib, yediyini yiyib, yemədiyində qırıb öldürüb hamısını. Elə yoldaşım çöktü, dedi, vay. Dedim, nə oldu? Dedi, Hicdat, sənin bu yuxu görübmüş. Sən həmən günü Ağaməd də şəhid oldu. Şəhid olub biz bilməmişik. 19'u sağ olsunlar, saldatlar 19'u çıxartıb gətirmişdi. Nə bilim,